Allah Rəsulü sallallahu aleyhi və səlləm hər dinin özünə xas bir əxlaqı var. İslam əxlaqının özəyi həyadır buyuraraq, möminləri söz və hərəkətlərində həya üzrə davranmağa təşviq etmiş. Arsızlıq harada və kimdə olursa olsun çirkinləşdirər, həya isə harada və kimdə olursa olsun gözəlləşdirər deyə buyurmuşdur. Həyanı itirmək insanı ən şərəfli varlıq olmaqdan çıxararaq dəyərsizləşdirər. Birlikdə yaşamanın təməli olan hörməti ortadan qaldıraraq cəmiyyətin pozulmasına gətirib çıxarar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm utanmadıktan sonra istədiyini et buyuraraq həyanın bir mömin üçün nə qədər əhəmiyyətli olduğuna işarə etmişdir. Allah Taala bəndəsinin daim həya üzrə olmasını istəyir. Yenə bir hədis şərifdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həya imanın əlamətidir. İman cənnətə aparar, çirkin söz və davranış isə kobudluq və pis əxlaqın əlamətidir. Pis əxlaq cəhənnəmə aparar buyurarkən, başqa bir hədis şərifdə də imanın 70-dən çox şöbəsi vardır. Həya da imandan bir şöbədir buyuraraq, iman ilə həya arasında bağa diqqət çəkmişdir. Nəticə olaraq dinimizin digər əxlaqi prinsiplərinə riayət etdiyimiz kimi, həyalı olmağa da lazımi qaydada əhəmiyyət verməliyik. Xüsusilə doğrunu və səhvi yetişdiyi cəmiyyətdə öyrənən evlatlarımıza həyanı mühüm əsl bir dəyər olaraq öyrətməli, onların tərtəmiz zehinlərinə həyanın gözəlliyini və dəyərini həkk etməliyik. Heç bir valideyn ədəbə tərs hərəkət edən, ədəbə zid sözlər danışan uşaqların bu davranışlarına gülərək, bununla əylənərək əsla onları həyasızlığa təşviq etməməlidir. Müsəlmanlar üçün həya əxlaqlı və şərəfli bir həyatın açarı, insanı Rəbbi qatında qiymətli edən bir üstün məziyyətdir. Bugün dünya bir böhran içindədirsə, bu ədəb və həya yoxluğundan, yoxsulluğundan irəli gəlir. Bu mövzuda şeytandan ibrət almalıyıq. Çünki o, cürət və ədəbsizliyindən dolayı hüzuru ilahidən qovulmuşdu. Həya, iman əhli olaraq bizim mömin bəndələrin ən əsas xüsusiyyətlərimizdən biri olmalıdır. Və biz həya barəsində özümüzü hər daim hesaba çəkməliyik. Əziz Peyğəmbərimizin sallallahu aleyhi və səlləm bu duası da dilimizin əzbəri olmalıdır. Allahım, səndən hidayət, təqva, həya, iffət və könül zənginliyi istəyirəm. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.